olsun. Şimdi pulun olsun. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 110 yaşlı Hilal İbrahimovda artroplastika əməliyyatı uğurla icra edilib. Bununla bağlı Azərbaycan Tibb Universiteti məlumat yayıb. Klinikanın travmatologiya və ortopediya kafedrasının müdiri dosent Cəfər Nəsirlinin verdiyi məlumata görə xəstə yıxıldıqdan sonra onda sol but sümüyünün boyun sınığı yaranıb və müayinə nəticəsində xəstədə artroplastika əməliyyatının aparılması üçün qərar verilib. Omba protezi əməliyyatı bud oynağının zədələnmiş və ya köhnəlmiş hissələrinin süni implantla dəyişdirilməsi prosesidir. Bu prosedur ümumi anesteziya altında həyata keçirilir. Xəstələr adətən əməliyyatdan sonraki ilk gün ayaq üstə dura bilir, yeriməyə başlayırlar. Bizə müraciət edən zaman yerindən qalxa bilməyən, güclü ağrıları olan xəstəmiz əməliyyatdan sonra artıq yeriməyə başlayıb. 110 yaşlı pasiyent Hilal İbrahimov əməliyyatdan sonra özünü yaxşı hiss edib və bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılıb deyə Cəfər Nəsirli qeyd edib. Qeyd edək ki, 110 yaşlı Hilal İbrahimov ölkənin ən yaşlı kişisidir.